Bugün məktəbimizin 5B sinifindəyik və Azərbaycan dili fənnindən yarış keçirdirik. Yarışımızın qaydası belədir uşaqlar. Mən sualı səsləndirirəm. Tez və düzgün cavab verən keçir arxa cərgədə durur. Səhv və yaxud da ki, gec cavab verən əyləşir yerində. Aydındır? Başlayaq? Yes. Hazırıq? Yes. Aha, Azərbaycan dilindən yes. Elə? Yaxşı, başladıq. Deməli, Əli və kim? Nihat. Əlifbamızda neçə hərf var? 32. Əli tez dedi. Diqqətli olaq, görək hansı yoldaşımız tez dillənir. Çünki mən həm video çəkib, həm sualı fikirləşib sizə nəzarət eləmək, üçünü eyni anda birdən diqqətim yayınır, eləyə bilmirəm. Adınızı deyin. İsa və Aysu. Əlifba nəyə deyilir? Sözlərin hərflərin düzülüşünə əlifba deyilir. Biraz. Aha. Bütün hərflərin müəyyən sıra ilə düzülüşünə əlifba deyilir. Qızım çox cavab verdi, ona görə sən keç arxa cərgiyə. Oğlum sən əyləş. Adınız? Lamiyə. Nə? Mələk və Lamiyə. Mələk və Lamiyə. Q hərfi sözün əvvəlində gələndə tələffüzdə dəyişir, dəyişmir? Dəyişir. Nə? Dəyişir. Yox. Q sözün əvvəlində gələndə dəyişmir. Keç Mələk arxa cərgiyə. Adınızı deyin. Səkinə. Aylin və Səkinə. Qapalı sahitlər? Yox. Qızım tez dedi. Əyləş Səkinə. Gəlirik. Adın? Dəniz və Yusif. Lap yaxşı. Qanun nəyə deyilir? Yalnız incə saatlərdən ibarət. Yusif, yenə biraz. Aha, yaxşı. Oğlum sən əyləş. Özünüzü təqdim eləyin. Mənim adım Hüseyin. Hüseyin və Elbrus. Yaxşı. Sözün sonunda gələn K hərfi nə cür tələffüz olunur? Nə cür tələffüz olunur? İkisi də bilmədi. Yox. Əyləşirik. Sonra siz deyin adınızı. Emil və Rəvan. Siz bilirsiniz? Sözün sonunda gələn K hərfi nə cür tələffüz olunur? Bilmədilər. Əyləşin. Əli və kim? Aysu. Sözün sonunda gələn K hərfi nə cür tələffüz olunur? X iştirik. Düzdür. Olmasında saat gələndə yol. Əla. Adınızı deyin. Mələk və Aylin. Sonur samitlər? Sonur samitlərimiz. Bilmədiniz? Əyləşin. Finala kim qaldı? Yusif və Əli. Yazılışda o ilə yazılan sözlər tələffüzdə nə ilə deyilir? Bəzən A, bəzən də O olduğu kimi qalır. Afərin. Qalib kim oldu uşaqlar? Əli. Uşaqlar, bugünkü yarışımızın qalibi